إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له. وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. Aziz ve muhterem kardeşler, özümə ve size uca olan Allah'tan ona yaraşar şekilde korkmağı tövsiye edirəm. Bugünkü xutbəmizin mövzusu Allah Azze ve Celle'nin izniyle her bir kişiyi, her bir qadını, her bir həddi bulğa çatmış kız ve oğlan uşaqlarını maraqlandıran en önemli ve mühim meselelerden biridir. Önce ayayla başlayacağım ki hatta hutbenin mevzusunu ayeden anlayasınız. Uca olan Allah Kur'an-ı Kerim'de buyurur: وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذ۪ينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ. Gafir suresinde Allah Azze ve Celle buyurur ki, kullarım, Allah Teala Gafir suresinde buyurur ki, kullarım səndən, mənim haqqımda Rabbiniz əmr eləyir ki, mənə dua eləyin. Mən də sizin etdiyiniz duanı qəbul eləyim. O kəslər ki, mənə ibadət etməkdən boyun qaçırırlar, təkəbbürlənirlər, kibirlənirlər, cəhənnəmə rəzil olaraq daxil olacaqlar. Bakara suresinde ise Allah Teala buyurur: وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Kullarım, senden benim hakkımda soruşanda onlara de ki, mən onlara çok yakınam, dua edenin duasını kabul edirəm. Allah Azze ve Celle həmçinin A'raf suresinde buyurur: Ud'u rabbakum tadarruan ve khufya. Allah'a gönlünüzden inanarak, Allah'a samimiyetinizle ve gizlin şekilde dua edin. Muhammed sallallahu aleyhi ve sellem İmam-ı Tirmizi'nin Sünen kitabında, həmçinin İmam Abu Davud'un Sünen kitabında rivayet ettiği hadiste buyurur ki, dua ibadetin ta özüdür. Yine Tirmizi'de Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, əməllərdən Allah'a en aziz olan əməliniz, uca olan Allah'a açtığınız ellerinizdir. Yani dua etmenizdir. Yine Tirmizi'de gelir hadis, Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, kim Allah'tan istemezse, elini açıp Allah'a yalvarmazsa, Allah'a dua etmezse, Allah'ın o insandan qəzəbi gələr. Aziz ve muhterem kardeşler, İslam ümmetinin en çok ihtiyacı olan şeylerden biri bugünkü günde kadınıyla, kişisiyle, uşaqlarıyla ellerini açıp Allah Azze ve Celle'ye yalvarmalarıdır. İslam ümmeti çok çetin vəziyyətlər yaşayır bugünkü günde. İstersen öz daxilində, istersen haricinde. Parçanmalar, günahlar, fitneler ve fesadlarla dolu olan ve əziyyət çeken bu şeylerden ümmetin en çok gerçekleştirmesi gereken emellerden biri şayet duadır. Bir kişinin ihtiyacı var ki özünün hidayette kalması için Allah'a dua etsin. Bir kişinin ihtiyacı var ki övladlarının salih olması için Allah'a dua etsin. Bir kadının ihtiyacı var hem özü için, hem övladı için, hem de eri için, aile üzvləri için dua etsin. Hamımızın kardeşler cümleten Allah Azze ve Celle'ye elimizi açıp ihtiyaclarımızı talep etmeye ihtiyacımız var. Birçoğumuzun değil de bütün ümmet olarak hamımızın halal ruzi yemeye ihtiyacımız var. Birçoklarımızın etrafında ve dostlarında ve ailesinde xəstəlikdən əziyyət çeken, onların şəfa tapması için Allah'a elimizi açıp dua etmeye ihtiyacımız var. Ümmetin birleşmesi için Allah'a elimizi açıp dua etmeye ihtiyacımız var. Fitneden Allah mescidlerimizi, cemaatlarımızı, ailelerimizi koruması için elimizi açıp Allah Teala'ya yalvarmaya ihtiyacımız var. Biz bunu səhərə kimi danışsaq, ihtiyaclarımızı ortaya koysak bunu etmemiz mümkündür.
Kısa olarak onu hatırlatmak istəyirəm ki, möhtərəm qardaşlar, qiyamət gününə yaxın İslam ümmətinin qafil qaldığı şeylərdən biri duanı unutmaları olacaq. Əllərini uca olan Allaha dua etmək üçün açmamaları olacaq. Müsibətin ən böyüyü oradadır ki, insanın üzərindən saatlar keçir, insanın üzərindən günlər keçir. Bəlkə də bəzi insanların üzərindən həftələr keçir, hələ də əlini açıb uca olan Allaha dua etmək o insana nəsib olmur. Ümmətin xəlifələrindən Ömər ibn Xattab radiyallahu anhu buyurur ki, mənim üçün önəmli olan mənim etdiyim duanın qəbul olması deyil. Mənim üçün önəmli olan mən əlimi açıb dua edə bilirəmmi odur. Çünki dua etməmizi ilham eləyən Allah qəbul etməyi də ona birləşdirmişdir. Problem ona göre aziz kardeşler, sıkıntı insanların dua üçün əllərinin qalıqmamasındadır. Ebu Derda radiyallahu anhu buyurur ki, sen rahat ve geniş günlerinde elini aç Allah'a dua et ki, dara düştükte Allah senin duanı kabul etsin. İnsanlar adeten refah ve ferah içinde oldukta, işleri yolunda gittikte, her şey yerinde olanda uca olan Allah'ı unuturlar ve qəflətə düşürlər. Ama dara düştükte ise neyin közleri dua etmek, hatta tanıdıkları herkesten dua etmelerini istəyirlər. Dara düştükte Allah'ı tanıyanları, dara düşende Allah tanımır. Geniş vaxtında Allah'ı tanıyanları, dara düşende uca olan Allah tanıyır. Ona göre aziz kardeşlerim, Ebu Derda radıyallahu anh'ın nəsihətini her zaman göreceğiniz bir yere yazın, asın ki bu möhtəşəm bir tövsiyəni unutmayasınız. Rahat olduqda uca Allah'a dua edin ki dara düştükte o sizin duanızı kabul etsin. Duamızın kabul olunması için aziz kardeşlerim bir neçə məsələyə diqqət etmemiz lazımdır. Onlardan birincisi, biz dua eləyərkən məyusluqla, ümidsizliklə dua etməməliyik. Yani dua ederken Allah duamızı kabul edecek ümidiyle ve yəqinliyiyle dua etmemiz lazımdır. Peygamber sallallahu aleyhi ve sellem bir hadiste buyurur ki, Allah'a dua ederken yəqinliklə dua eləyin. Yani şək ve şübhə değil. İkinci aziz kardeşlerim, dikkat etmemiz gereken meselelerden dua ederken ısrarcı olmak lazımdır. Ben dua ettim de duam kabul olmadır, artık bu şey bir de istemeyeceğim. Bu mənada dua olarsa başlamamış bu kəsilən dualardan hesab olunar. Peygamber sallallahu aleyhi ve sellem hadiste buyurur ki, sizden birinizin ettiği duanı Allah kabul eləyər, eğer demeseniz ki dua ettim Allah kabul eləmədi. Yani bir defa sen bunu eləyirsən, sonra olmayanda bırakırsan. Duanın kabul olmasını istəyirsənsə ısrarcı olacaksan. İsrarcı olacaksan. Bir şeyi xeyirliyle gerekirse 1000 defa isteyeceksen. Emin ol ki Allah vermek istemediği bir şeyi insanın kalbine ilham eləmir. Senin kalbine bir duanı etmeyi Allah ilham ettisə, vermedisə arkasıyla senin davamlı ilhah ve üzerinde davamlı istemeyini istemiştir. Bunu böyle anlamamız lazımdır. Dikkat olması meselelerden biri möhtərəm kardeşler, eğer bir insanın duası kabul olmursa, eğer bir insan ettiği duaların gerçekleşmesinde sıkıntı yaşayırsa, yeməyinə, içməyinə, geyindiyinə fikir vermelidir. Duanın rədd olunmağının en büyük sebeplerinden biri insanların yediklerinin haram olmasıdır. İçdiklerinin haram olmasıdır. Giyindikleri libasın haram pullarla alınmasıdır. Peygamber sallallahu aleyhi ve sellem sahih bir hadiste buyurur ki, bir kişi saçları dağınıq, üstü başı toz, səfərdə və səhrada əllərini açaraq ey Rabbim, ey Rabbim diye Allah'tan istəyir. Allah onun duasını kabul eləmir. Yemeği haram olan, içmeyi haram olan, libası haram olanın Allah duasını necə kabul etsin deyir Peygamber sallallahu aleyhi ve sellem. Baxmayaraq ki bu hadiste geçen alametlerin hamısı duanın kabul olma alametlerindendir. İnsan səfərdə olanda duası kabul olunur. Üstü başı dağınıq ve fağır ve miskin vəziyyətdə görünəndə ettiği duası kabul olunur. Dua eləyərkən ya Rabbi, ya Rabbi diyerek Allah'tan istemesi duanın kabul olma alametlerindendir. Alametlerin olmağına rağmen, ona baxmayaraq, eğer bir insanın yemesi, içmesi ve paltarı haram mayalardan oluşmuşsa,
bunun duasının qəbul olunmasına mane olur. Ona göre əziz qardaşlar, biz çalışmalıyıq 2 günlük yaşadığımız bu hayatta yediklerimizi halaldan, içdiklerimizi halaldan ve geyindiklerimizi halaldan eləyək. Hətta bu dünyada başımız dik, üzümüz ağ ve ahirette de Allah Taala'nın dərgahında bir məqamımız olsun. Həmçinin diqqət edilməsi məsələlərdən biri möhtərəm qardaşlar, duanızın qəbul olunmağını istəyirsinizsə, dua qəbul olunan zaman ve məkanları nəzərə almanız lazımdır və yaxud da almamız lazımdır. Onlardan birincisi, duanın en çok qəbul olunan məqamlarından biri əzən ve iqamə arasında olunan dua. Əzan ve iqamə arasında olunan dua. Birçok məscidlərdə biz görürük ki, Müslümanlar əzandan sonra məscidə gəlirlər, ondan sonra oturduqdan sonra ta iqameye gibi telefonlarıyla məşğul olurlar. Bu şeytanın insanı ne kadar tehlikeli bir qəflətə sürükləməyinin əlamətlərindəndir. Bu bir fürsətdir ki, sən əzəndən sonra məsciddəsənsə, əlini açıb uca olan Allah'a dua eləyəsən. Duanın qəbul olma əlamətlərindən vaxtından biri də, bakın cümə günü gün batana yaxın olunan dua. Cümə günü Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, bir saat var ki, kim o saat elini açıp Allah'a dua eləyərsə, Allah onun elini boş qaytarmaz. Elm əhli deyir ki, Peygamber sallallahu aleyhi ve sellemin cümə günü qəsd ettiği bu saat güneşin batmasında olan son saattir. Yani əsr namazı ile məğrib namazının arasında olunan duadır. Xüsusən də güneşin batmasına yaxınlaşan bir vaxtdır. Bunu da diqqətə almalıyıq ki, hətta qəflətə düşməyək. Duanın qəbul olma zamanlarından biri möhtərəm qardaşlar gecenin 1/3'idir. Hansı ki adeten insanlar yatırlar ve adeten insanlar yuxlayırlar. Gecenin 1/3'i ölçülən vaxtı belədir ki, fəcrin doğuşuna təxminən 1 saat 2 saat qalmış möhtərəm qardaşlar. Gecenin 1/3'inde olunan duaları da uca olan Allah rədd eləmir. Həmçinin diqqət edilməsi məsələlərdən biri de duanın qəbul olunması üçün ədəblərdəndir ki, dua eləyərkən insan üzünü qiblə tərəfə tutsun. Ədəblərdəndir ki, insan dua eləyərkən əllərini qaldırsın və dua eləyərkən uca olan Allah'ın adlarını zikr eləsin ve həmçinin duasının içinde Muhammed sallallahu aleyhi ve selleme salavat getirsin. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, kim dua eləyərsə, duasının içinde mənə salavat getirmezse, onun duası göğe çatmaz. Onun duası Allah'a qayıtmaz, Allah'a çatmaz. Mələklər onun duasını Allah'a aparmazlar. Ona göre duanın qəbulunun əlamətlərindən biri, dua əsnasında Muhammed sallallahu aleyhi ve selleme salavat getirmek ve en güzel üslubu ise duanın evvelinde salavat getirmek ve duanı tamamlayarak yine Peygamber sallallahu aleyhi ve selleme salavat getirmek. Dua ile ilgili dikkat olunan meselelerden biri aziz ve möhtərəm kardeşler, seferde olarken dua etmek, yağış yağarken dua etmek ve həmçinin en önemli şeylerden biri de dua eləyərkən Allah'ın Rab adıyla Allah'tan istemek. Ya Rabbi, Ya Rabbi diyerek uca olan Allah'tan istemek. Peygamber sallallahu aleyhi ve sellem Allah'a açılan elleri Allah geri sıfır şekilde qaytarmayacağını buyurmuştur. Uca Allah'tan güzel adlarıyla, uca sıfatlarıyla diləyirəm ki, hamımızı dua etmekte muvaffaq eylesin. Arzularımızı ve isteklerimizi uca olan Allah kabul eylesin. Allah Teala bu sevdiği ibadeti hayatımızda en özel ve en hususi olan ibadetlerden eylesin. Allah Teala hamımızı haram yemekten, haram içmekten, haram giyinmekten ve duamızın kabul olunmasına mani olan sebeplerden korusun. Aqulu ma tesma'un ve estağfirullahil azim li ve lekum ve lisairil muslimine min kulli zenb festağfiruhu innehu huvel gafurur rahim.